Vərəsələ yatıb kəmində ha, özüm ölüm. Allah ölən nəzə rəhmət eləsin. Famillərimizin biri ölmüşdü. Getdim evlərinə, Allah göysətməsin. Elə bir həftə bazadı. Dekoy bəs hallayı. Kabinetdə dərəcəyə boş qapları, qaşıqları yığmışdılar evin bəsatına. Həl raza uymuşdular vərəsə. Elə həftə bazadı. Bir deydi bu livan mənim nənəm Türkiyədən gətirmişdi. Bir deydi o boş qaplar mənim nənəm Suriyədən gətirmişdi. Həngamə idi, qan düşmüşdü. Gəldim evə, xanım çay tökdü biləmə. Baxdım bulaya, bir baxdım bulaya, bir gördüm axı baba bundan bunun çox fərqi var axı. İşmədim, deyim ha mən bulayda içəcəm bundan büzə. Ne edeyim, al yığ dekora. Xaricəli köpək oğlu bunu cüyləyib ki, adam özünə ərziş versin, bunda işsin. Nəinki alasan yığasan dekora. Üzü vərəsələr gələmənə öləndən sonra hərrac bura. Özüm ölüm ha, hər zadın dərəcəyə ki, yoxçısı kabinetlərimizdədir, bufələrdədir. Özümüzdəki bu aralıq libanlarında içiyik. Mən bunlara deyəm sırtıq liban, hamının evində olayım. Bunlara da qoymuşuq dekora. Dərəcəyə ki vəsaillərinizi işlədin. Ömürləyə kağız yoxdur ha, moblularınızın üstünə patu çəkməyin. Fəşlərinizin üstünə rufəşi çəkməyin. İşlədin, mahi nəzən işlədin. Vərəsələ yatıb kəmində ha, özüm ölüm. Allah uzaq eləsin, bəli, işlədin. Bax, vicdanən bax bu qəddana. Getmə, qət eləmə ha. Bax bu qəddana. Dekor qəddadır. Bu da bizim əl qəddamızdır. Siz mən də ayam sizsiz bax. Hancısından qət götürmək yapışar adama? Keyf verək. Qoymuşuq dekora. Faydası nə mənədir? İşlədin.